Dostum bu ne? Təbiəti məfiyyəti uşağa göstərmək lazım. Gəldi, dincəldi, ov elədi. Səydam əmsi də buradadır. Allah razı olsun hamınızdan. Sağ olun, var olun. Sağ ol. Gözəl ov elədik. İnşallah gedək bunları da təmizləyək, bir dənə yaxşı kababdan zatdan bir şey pişirək. Bugünkü ovumuz belə oldu. 7 dənə ördək Ömərlə vurduq. Allah bərəkət versin. Günorta çıxırıq, inşallah gelib. Bunlardan pişirəcəyik, yiyəcəyik. Allah bərəkət versin. Yaxşı ovumuz oldu bugün. Sort da var. Hə, yüngü var vur istəyirsən. Sort da məndən xoşum Hə? gəlir. Elə vurmaya düz deyirsən. Sort yaxşı qızarmır. Hə, uşaq da yotdu yemir. Yaxşı qızarır. Sonra elə belə yaxşıdır. Qəşəng yağlı ördəklərdir. Mən bu yığın böyürdəydi. Şəfərin xoruzu idi. Əli idi. Allah. Ömər yatdı, qoy yapsın orada. Orada biz uzağa hazırlayaq. Dur uzaq. Gəlib yiyək. Ayrıdır, fikir etsən bu ayrı ördəkdir. Dərisindən bilinir ağdır. Bu başqa ördəkdir. Qırmızıdır bunun dərisi. Qaşqalda olmadı heç bir. Yaşıl başın pərəsidir bəlkə də belə. Hə, o sarı dəri ha. Hə. Ocağımız yanır. Yansın. Bu da vəkilin oğludur. Allah saxlasın. Bizim kebabımızı da düzəldir, kebabımızı pişirir. İnşallah kebabımız pişsin. Ömər də durğuzaq, çörəyimizi yeyək. Yavaş-yavaş tərpənək. Səydam da nivası mübarəkdir. Təzə niva alıb. Qəşəng kebabımızı da qoyduq. Ördəkləri də pişiririk. Səydamla pişiririk. İnşallah buradan bütün ovçulara, balıqçılara hamısına salam göndəririk. İmran sən də gəlmədin ha. Gəlmədin, əldən buraxdın bu kebabı. Yaxşı ov elədik, yaxşı yedik. İnşallah gələn dəfə qismət olar gələrsən. İndi telefona qoşan. Yağa bax, quşun yağına bax. Çöl heyvanın yağları. Ayrı-ayrı ördəklər daha fikir verirsən. Biri şeydi, şirakanın üstü, biri yaşıl başın sonası. Ha. Biri yaşıl başın sonası.